Bu səvə onun sifətidir. Çünki dediyimiz kimi ərəb dilində qeyri-müəyyən isimdən sonra gələn nitq hissəsi sifət olur. Aleyhim onlara, alə ön qoşması və him bitişən əvəzliyindən nədir? İbarətdir. Buna şibhi cümlə deyirlər. Ənzərtəhum onları qorxutdunmu? Buna əyə burada təsviyə hərfi deyirlər. Yəni bərabərlik demək həmzəsi deyirlər. Ənzərtəhum onları qorxutdun. Demək, ənzərtəhum, ənzərtə və humdan ibarətdir. Ənzərtə demək, sən qorxutdun, əf'ələ babundandır və feilin 4-cü babundandır. Ənzərtə hum isə nədir? Onlar. Bu da hum feil üçün vasitəsiz tamamlıq rolunda iştirak nədir? Edir. Sonra baxırıq növbəti. Əmləm, əm bağlayıcıdır. Ya mənasını verir dilimizdə. Ləm tunzirhum qorxutmadın, sən onları qorxutmadın mənasındadır. Ləm inkar ədatı feilin şərt formasında işlədilir. Demək, tunzir demək, feilin 4-cü babının feilidir. Ləm tunzirhum və sükun götürdüyünə görə sonu bu feilin şərt formasının inkarıdır. Hum isə nədir? Burada feilin vasitəsiz nədir? Tamamlığıdır. Lə yu'minunə, innənin ikinci xəbəridir bu. İnnənin ikinci xəbəridir. Lə yu'minunə, lə demək ki, mamədir. Yu'minunə isə iman.